Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtdik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün en şirin duyğulu qaygısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. En temiz arzulu günləri. Məktəb illəri ömrümün en şirin duyğulu qaygısız günləri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün en şirin duyğulu qaygısız günləri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Məktəb illəri ömrümün en şirin duyğulu qaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Məktəb illəri ömrümün en şirin duyğulu qaygısız günleri. Her anı bir ömre beraber seyirli.
yeni bir yol açılır. O yol yuxarı siniflərə, oradan da ali məktəblərə açılan işıqlı bir yoldur. Əziz balalar, siz məni bugün 4 il əvvəlki günə qaytardınız. O gün hamınız ata-ananızın əlindən tutaraq sinif otağına daxil oldunuz. Həmin gün hamınız sevinirdiniz ki, məktəbə qədəm qoyursunuz. 4 il ərzində bu məktəb sizə oxumağı, yazmağı öyrətdi. Yəqin siz də xatırlayırsınız ki, məktəbə ilk dəfə qədəm qoyanda kövrək balalar idiniz. Ötən 4 ildə hər gün hamınız pillə-pillə çox böyüdünüz mənim dördüncülərim. Əlifbanı, yazmağı siz öyrənəndə mən də qürur hissi keçirirdim. Sevinirdim ki, sizin kimi Azərbaycanın gözəl, əxlaqlı balalarına təhsil verirəm. Mən sizin xoşbəxt gələcəyinizə inanıram. Siz həmişə elmlərin sirrini öyrənərək üzü ağ çıxmısınız. İstərdim ki, yuxarı siniflərdə oxuyarkən etimadı doğruldasınız. Hamının xoş sorağını eşidin. Valideynlərinizi də aldığınız 4 və 5 qiymətlərlə sevindirəsiniz. Əziz dördüncülərim, siz həmişə mənim xatirimdə gözəl, nəcib, gülümsər, fədakar, biraz da ərköyün balalar olaraq qalacaqsınız. Siz dördüncülər, bugün mən istərəm ki, sizi dərs ilində qazandığınız biliklərə görə fəxri fərmanla təbrik edim. Əyli Rəhimə, təbrik edirəm sənə. Əziz Rəhman müəllimə, sizə təşəkkürümü bildirirəm ki, 4 il ərzində bizim sevinçimizə və keyflərimizə şərik oldunuz. Biz sizi çox istəyirik, sizi heç vaxt unutmayacaq. Çox sağ olun. Baxışova xanım. Çox sağ olun. Qasımova Fidan. Təbrik edirəm. Mən əziz Əyli müəllimə çox təşəkkür edirəm ki, 4 il boyunca bizim üstümüzdə çox əzablar çəkib, ona artıq dərəcədə minnətdarlığımı bildirirəm. Yusifov Rüstəm. Təbrik edirəm. Mən əziz Əyli müəllimə təşəkkür edirəm ki, 4 ildir bizim əziyyətimizi çəkib. Mən onun üçün ömür can sağlığı arzu edirəm. Həmidova Arzu. Mən müəllimə təşəkkür edirəm ki, 4 il bizə bilik verir. Bunu sən Bəhmənov Məzahir. Təbrik edirəm səni Məzahir. Mən təşəkkür edirəm ki, Rəhman müəllim bizə 4 il bilik verib və əziyyət çəkib. Sultanova Zeynəb. Təbrik edirəm səni. Mən Rəhman müəllimə təşəkkür edirəm. O bizə 4 il ərzində nə qədər əziyyətlər çəkib. Biz ona borcumuzu heç vaxt ödəyə bilmərik. Nailova Günel. Təbrik edirəm səni Günel. Mən Rəhman müəlliməyə çox təşəkkür edirəm ki, 4 il bizim üzərimizdə əziyyət çəkib. Biz ona həmişə borcluyuq. Heç vaxt biz onun borcunu ödəyə bilməyəcəyik. Bayramova Reyhan. Təbrik edirəm səni Reyhan. Əziz Rəhman müəllimə, mən sizi çox istəyirəm və sizi 11-ci sinifə kimi unutmayacağım. Çox sağ olun. Həsənzadə Mirhəsən. Çox sağ olun. Mən Rəhman müəllimə minnətdaram. Sizə 4 il boyunca üstümüzdə böyük əziyyət çəkmişdik. Mən ona həddən çox təşəkkür edirəm.
təşəkkürümü bildirirəm ki, siz bu 4 il ərzində bizə əziyyətlə oxumağı, yazmağı öyrətdiniz. Çox sağ olun. Buyur Mahmud. Təbrik edirəm səni. Mən Rəna müəlliməyə çox sağ ol demək istəyirəm ki, o 4 il boyunca bizi bilikli, savadlı bir uşaq öyrətdi. Abdullah Ümid. Təbrik edirəm səni. Mən Nəriyə təşəkkür edirəm ki, 4 ilə işli vəziyyət seçdiyim üçün təşəkkür edirəm. Nəsib olun Rəna. Mən Rəna müəllimə təşəkkür edirəm ki, 4 il ərzində bizə bilik verdi. Yusuflu Nurlan. Əziz Rəna müəllimə, mən Rəna müəllimə təşəkkür edirəm ki, 4 il bizə yazmağı, oxumağı öyrətdi. Çox sağ olun. Baxışlarda Zəhra. Çox sağ olun. Mən Rəna müəllimə təşəkkür edirəm ki, 4 il boyunca bizə yazıb oxumağı öyrətdi. Cəlilova Sevinç. Çox sağ ol Həsən. Təbrik edirəm səni. Mən Rəna müəllimə çox istəyirəm, ona təşəkkür edirəm ki, 4 il bizə əziyyət çəkdi. Çox sağ olun. Şiriyev Əli. Mən Rəna müəlliməyə təbrik edirəm ki, bizə yazmayı və oxumağı öyrətdi. Ağazadə Əli. Təbrik edirəm səni. Əli səni. Mən Rəna müəllimə təşəkkür edirəm. Çox sağ ol. Mən Rəna müəllimə təşəkkür edirəm ki, bizi 4-cü sinifdə oxumağı, yazmağı öyrətmişdi. Nəzərov İbrahim. Mən Rəna müəlliməyə təşəkkür edirəm ki, 4 il bizə bilik verdi, yazmağı, oxumağı çox öyrətdi. Əsədullayev Ağaseyid. Təbrik edirəm səni Ağaseyid. Mən Rəna müəlliməyə təşəkkür edirəm ki, bizi 4 il əziyyət çəkdi, bizi öyrətdi. Kes hüququmuz biridir, şagirdidir hamımızın adıdır. Elə bil ki boyumuzdan eynidir, Allah'la xoşbəxtlik bizimdə. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için qalırdı. Her andan bilirdik ki bunu biz, ilk günlece hasretine anarız. Dünya hele bizim için adıldı, bir arzun alışırdı, yanırdı. Özümüzü biz havdan alalım, özümüzün emekte ver sanırdı.
sevdiğimi bozmaktan bizim için asandı asan. Habersizlik köyümüze biz hala alevde zalip bozulmadan yazılan. Bizim için minar sonra alışırdı. Əziz müəlliməm, sinif yoldaşlarım, analar və dəyərli qonaqlar. İcazənizlə mən bugün yenə ibtidai siniflə doğma, əziz ilk müəllimimizlə yollaşdığımız bir gündə arzularımla yanaşı ürəyimdən gələn təşəkkürləri istərdim ki, sizlərə çatdırım. İlk olaraq bu dövrün ərzində bizim üzümüzə bilik və bir çox uğurların qapılarını açan, hər nazımıza dözən, ən kiçik xəstəliyimizlə belə bizi sinifdə müalicə edən, bizi övladları kimi sevən ikinci anamızdan müəlliməyə təşəkkür edirəm. Daha sonra isə bizə bütün yükümüzü öz çinlərində daşıyan, bizə görə ən sevdiyi donunu, ayaqqabısını məktəb yollarında köhnələrdən adlarını bir çəkə bilməsə də bütün ronalara hər dərs gününün sonunda ilk olaraq yanına gedib sevincimizi, uğurumuzu, kədərimizi bölüşdüyümüz Tofiqə xalama, güləriz can sözünü bizə çox görməyən Aynura xalama, tədbir və ya bayramlarda bizimlə olan, bizi tək buraxmayan Səkinə və Kamila xalama, sinif yoldaşı adında olan bacı qardaşlarıma və əsası bütün əziyyətlərimizə qatlaşan Mədinə xalama öz təşəkkürümü bildirirəm. Hər biriniz hər şeyə görə çox sağ olun. Sizləri çox sevirəm. Son olaraq yaşasın məktəbim, yaşasın Bakım, yaşasın Azərbaycanım, yaşasın Azərbaycanımızı qoyan igid əsgərlərimiz. Əziz dördüncülər, bir daha yenə də mən sizin bayramınızı təbrik edirəm. Yolunuz uğurlu olsun. İndi isə estafeti birincilərə veririk. Gəl də. Əziz birincilər, qədəminiz uğurlu olsun.
Gizli gizli gülerdik biz. Deyirdik ki vaxt gələcək, bu günləri anacaqsın. Əziz müəllimim, dediklərin doğru imiş, sətir sətir. Nə olarsan o günləri bircə anı geri götür. Əziz müəllimim, dediklərin doğru imiş, sətir sətir. Nə olarsan o günləri bircə anı geri götür. Əziz deyərlər ki saçınızı qoşarlar hörmək üçün, uclarına bəyaz etdi kəfənək tək olmaq üçün. Siz çox şeydən keçəcəksiniz, ölənəsən için ağlanıb yanacaqsın, onda məni anacaqsın. Mehribanlıq saadətdir, mehribanlıq saadətdir, saadəti yaşadalım. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, məhəbbəti yaşadalım. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, məhəbbəti yaşadalım. Üstümüzden keçdi külək, üstümüzden keçdi külək, şən zarafat şirin kələm. Biz mehriban ailəyik, biz mehriban